Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə Təçrin sənət fənni 4-cü sinif böyük summativ qiymətləndirmə A variantını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Mənzər əsəri hansı rəssama aiddir? Kamil Xanlarov, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov. Mənzər əsəri Kamil Xanlarovun əsəridir. A variantı. İkinci sual. Məsafədən asılı olaraq forma və ölçülərin dəyişməsi adlanır. Nöqtələrin yerinə hansı variant uyğun gəlir? Deməli, üfüq xətti göz səviyyəsində yerləşir, xəyali düz xəttdir. Refleksi isə əşyanın kölgə tərəfində, digər sətin işıq və rənginin əksi. Xətti perspektivi isə məsafədən asılı olaraq forma və ölçülərin dəyişməsi adlanır. C variantı. Üçüncü sual. Şəkildəki əsər hansı rəssama aiddir? Şəkildəki əsərin adı payız fəslinə aid Natürmort və Tahir Məmmədovun əsəri sayılır. B variantı. Dördüncü sual. Azərbaycan qadınları hansı rəssama aiddir? Həmin rəssamın digər əsərini tapın. Əvvəlcə Azərbaycan qadınlarının hansı rəssama aid olduğunu tapaq. Maral Rəhmanzadə və Maral Rəhmanzadənin digər əsərini bizdən tapmağı soruşur. Sevimli Araz, Çəltikçi qızlar, itkisiz böyüdəcəyəm. Sevimli Araz Maral Rəhmanzadənin əsəridir. A variantı. Çəltikçi qızlar Mikail Abdullayev, itkisiz böyüdəcəyəm Elmira Şahtantinskaya. 5-ci sual. Hansı qala və türbələri tanıyırsan? Qalalardan Qız qalası, Ramana qala qəsri, Mərdikan qala qəsri, türbələrdən isə Möminə xatunun türbəsi, Yusif ibn Küseyri türbəsi və s. 6-cı sual. Qədim Şərqdə Şah sarayındakı rəsmi qəbul otağı nə adlanır? Dabbağxana dediki dəri gön emalatxanası adlanır. Divanxana isə qədim Şərqdə Şah sarayındakı rəsmi qəbul otağıdır. Karvansaray isə karvan və saray sözlərinin birləşməsindən yaranmışdır. Qonaq evi mənasında işlənir. 7-ci sual. Daş və çiy kərpicdən tikilir, damı torpaqla örtülür. Söhbət hansı tikilidən gedir? Daş və çiy kərpicdən tikilən çom adlanırdı. Çoma sözünün mənası nə idi? Bir yerə toplamaq. A variantı. 8-ci sual. Əşyanın işıqlanmayan səthi nə adlanır? Yarım kölgə, şəxsi kölgə, düşən kölgə. Dedik ki, yarım kölgə işıqdan kölgəyə xəfif keçiddir. Şəxsi kölgə isə əşyanın işıqlanmayan səthi adlanır. Düşən kölgə isə əşyanın digər səthinin üzərinə düşən kölgəsidir. Onun forması işıq mənbəyinin hansı tərəfdən düşməsindən asılıdır? B variantı. 9-cu sual. Latın dilində tərcümədə dəqiq görürəm deməkdir. Söhbət nədən gedir? Perspektiv üfüq xətti, hava perspektivi. Perspektiv latın dilində dəqiq görürəm deməkdir. A variantı. Üfüq xətti isə xəyali düz xəttdir, müşahidəkin göz səviyyəsində yerləşir. Hava perspektivi isə uzaq və yaxındakı obyektlərin rəng nisbəti. 10-cu sual. Lesirovka üsulundan istifadə edərək rəsm çəkin. Nümunə olaraq belə bir rəsm çəkə bilərsiniz. Lesirovka sözünün mənası nədir? Qurumuş rəng təbəqəsi üzərinə yeni rəngin yaxılmasıdır. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı 1-ci sual. Divarları qarğıdan hörülən, saman qarışdırılmış palçıqla suvanardı. Söhbət hansı tikilidən gedir? Alaçıq, Çovustan və çoma. Divarları qarğıdan hörülən Çovustandır. Çoma daş və çiy kərpicdən tikilir. Alaçıq isə deməli çubuq və dəri keçədən ibarətdir. 2-ci sual. Kür üzərində sakitlik əsəri hansı rəssama aiddir? Məhəmməd Orucov, Eyüp Məmmədov, Kamil Xanlarov. Kür üzərində sakitlik Eyüp Məmmədovun əsəridir. B variantı. 3-cü sual. Şəkildəki əsərin adı nədir? Qağayılar, Günəş şüaları, Xəzərin keşiyində. Şəkildəki əsər Məhəmməd Orucovun əsəridir və əsərin adı Xəzərin keşiyində. C variantı. 4-cü sual. Hava perspektivi nədir? Hava perspektivi ön və arxa obyektlər arasındakı işıq kölgə, rəng fərqi hava perspektivi adlanırdı. 5-ci sual. İşıqdan kölgəyə xəfif keçid nə adlanır? Şəxsi kölgə, yarım kölgə, refleks. Şəxsi kölgə əşyanın işıqlanmayan səthidir. İşıqdan kölgəyə xəfif keçidi isə yarım kölgə adlanır. B variantı. Refleks isə əşyanın digər səthinin işıq və rənginin əksi adlanır. 6-cı sual. Qalalar nə üçün tikilərdi? Müxtəlif dövrlərdə insanlar özlərini düşmənlərdən qorumaq üçün qalalar tikiblər. Onlar adətən təpəliklərdə və açıqlıqda olan yerlərdə tikilərdi ki, ətrafda baş verənlər buradan daha aydın görünsün. Yadelli düşmən hücum edərkən əhali qalaya çəkilərək müdafiə olunardı.
7-ci sual. Hansı sırada körpülərin tikildiyi yerdə uyğunluq pozulub? Qazancı körpüsü Naxçıvanda tikilib, doğrudur. Qırmızı körpü Qazaxda tikilib, doğrudur. Əyri körpü Naxçıvan, xeyr, bu yanlışdır. Əyri körpü Gədəbəydə tikilmişdir. Cavab C variantı. 8-ci sual. Tikilinin ətrafına çəkilən divar nə adlanır? Hasar, qurşaq, divanxana. Tikilinin ətrafına çəkilən divar hasar adlanır. Hasarı tamamlayan başlığı isə qurşaq adlanır. A variantı. 9-cu sual. Ramana qala qəsri harda yerləşir? Ramana qala qəsri Mərdəkan qala qəsri Abşeronda yerləşir. 10-cu sual. Qədim qalanı və onun sakinlərini çək. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.